Cənab Prezident İlham Əliyevlə Paşinyanın yayılan fotosu bu erməni mediasında Paşinyan tənqid edilməsinə səbəb oldu. Bu kontekstdə dəyərləndirdiyimiz zaman iki ölkə arasındakı münasibətlərin gələcəyini, Zəngəzurun gələcək taleyini necə görürsünüz? Həm hərbi ekspert, həm də bir hərbiçi olaraq. Çox normal görürəm və yaxşı da görürəm. İnşallah tezliklə Zəngəzur koridoru da açılacaq. Rusiya mane olmasa, Rusiyanın Ermənistanla boğuşması bu prosesin xeyli gecikməsinə və uzanmasına gətirib çıxartdı. Əvvəl biraz narahat idim. Zəngəzura görə Rusiyanın avanturası var idi. Rusiyanın avanturası da oydu ki, Azərbaycanın əli ilə biz orada deməli ermənilərə təzyiqi artıraq, təzyiqi genişləndirək. Rusiya bunu bugün də istəyir, amma ümid eləyirəm ki, yəni son hadisələr məndə müəyyən ümidlər yaradıb ki, biz bu Rusiyanın bu avanturasına getməyəcək. Rusiya istəyir ki, o hamam suyu ilə özünə dost tutsun. Yəni belə bir deyim var da Rus bəy, dəyərli izləyicilər. Bilirsiniz, deməli biz ermənilərlə sərhəddə, qonşuluqda bizik. Rusiya hardansa neçə min kilometr məsafədən gəlib əraziyə yerləşir, yəni uzun illərdir və 2044-cü ilə qədər də bunlar ümid edirlər ki, ermənilər elə bunları o ilanı sinəsində bəsləyən kimi ermənilər bunlara şərait yaradacaqlar ki, Ruslar burada hegemonluq eləsinlər, elə bir şey olmayacaq. Rusiyanın ağılsız rəhbərliyi, ağılsız siyasəti onu çox böyük bəlalarla baş-başa qoyur. Və bu bəlalar da get-gedə Rusiya üçün dərinləşir. Rusiyanın bu günləri, yəni özünü yekəxana aparması, ay nə bilim biz Çinlə görüşürük, sabah Putinin nə bilim İrana səfəri hazırlanır, ay nə bilim Afrika ölkələri ilə hansılarının hansısa müzakirələr aparır. Bunlar hamısı blefdir, bunlar hamısı boş, yəni xülyalardır. Zəngəzurla bağlı artıq Ermənistanla Azərbaycan arasında müəyyən anlaşma mövcuddur. Elə sonuncu deməli Albaniyada Azərbaycan prezidentinin Ermənistan baş nazirinin ayaqüstü də olsa müzakirələri, hətta bu müzakirələrin müəyyən hissəsində qardaş Türkiyə prezidentinin də indi hərə ona bir cür belə deyək də rəng qatır, şərt verir. Yəni orada bədən dili də onu deyir ki, yəni Paşinyan sən Azərbaycanla məsələləri yoluna qoyursan ya yox, sən mənim qapımı döyürsən ki, Ermənistanla Türkiyə arasında müəyyən anlaşmalar həyata keçirilsin. Buyur, yəni sən Azərbaycanla məsələləri həll elə ki, mən də müəyyən məsələlərə sürət qatım. Yəni Türkiyə Ermənistan yaxınlaşması, sərhədlərin açılması və digər məsələlərdə tərəflər arasında müəyyən razılıq əldə edilir. Bunlar gün kimi aydın məsələlərdir. O ki qaldı Zəngəzurla bağlı getdi, artıq o kritik dönəmi biz keçdik. Mən yəni efirdə bəzi məsələləri açıq müzakirə eləmək istəmirəm, amma Rusiyanın çalışdığı, Rusiyanın belə deyək də, dəridən, qabıqdan çıxdığı məsələlərdən biri də oydu ki, Azərbaycan Ermənistana qarşı bu sonuncu antiterror əməliyyatından sonra Ruslar çox çalışırdılar. Hətta Azərbaycan siyasi hərbi rəhbərliyinə də müxtəlif formada təzyiqlər göstərirdilər. Zaten bunların, belə deyək də, köhnə peşəsidir. Yəni, hər zaman özlərini o yuyulmamış qaşıq kimi bölgələrə atırlar, nə bilim, müəyyən danışıqlara burun salırlar. Azərbaycanla Ermənistan anlaşıb, Rusiya Xarici İşlər Nazirliyi ya Lavrov, ya Alkaqaliçka Zaxarova və yaxud da ki Putin və yaxud da ki Averçuk, nə bilim, oradan Qaluzinlər bəyanatlar səsləndirirlər. Mən deyim ki, Ermənistan artıq Azərbaycanla anlaşıb. Və inşallah düzdür, Ermənistan biraz cığallıq eləyir. Yəni cığallıq o mənada ki, bəzi prosesləri uzada gedir. Amma mənə elə gəlir ki, Paşinyan Azərbaycanın gücünü də bilir, Azərbaycan ordusunun qətiyyətini də bilir. Ona görə Paşinyan ağıllıdır, o mənada ki, işğal altında olan 3 Qazaxın, bir də Naxçıvanın Kərki kəndini boşaltmalıdır və biz Naxçıvana maneəsiz sərbəst gedib gəlməliyik. Buna mane olan yeganə, yəni Ermənistan deyil, Ermənistandan bu tələbi irəli sürən Rusiya Federasiyasıdır. Deyir ki, sən 2020-ci ildə imzalanmış üç tərəfli razılaşmaya əməl eləməlisin. Halbuki
həmin o razılaşmaya istinad edən ölkə, konkret olaraq Rusiya Federasiyası o deməli razılaşmanın bir bəndini belə yerinə yetirmədi. Yadınıza gəlirsə, qeyri-qanuni erməni silahlı birləşmələrinin oradan çıxarılması məsələsi idi. Başladılar sonra özlərinin o olmayan ağlı ilə, debilliyi ilə, xəstəliyi ilə izah eləməyə ki, biz o prosesdə yoxuq. Biz sadəcə ora gəlmişik, yəni Qarabağa gəlmişik ki, vəziyyətin gərginləşməsinə imkan verməyək. Başa düşün, qeyri-qanuni erməni silahlı birləşmələri necə çıxmalıydılar ki? Özdə sənəddə çox aydın şəkildə yazılmışdı ki, yəni qeyri-qanuni silahlı birləşmələr paralel olaraq, yəni Rusiya sülhməramları Qarabağa daxil olurlar, eyni zamanda da ermənilər oradan çıxırlar. Elədilər, həll elədilər, eləmədilər. Biz əksinə, biz bunun əksini gördük. Bu yaramaz Rus alkaşları ermənilərə silah daşımağa başladılar. Bizim nə qədər qəhrəman əskər və zabitlərimiz həyatlarını itirdilər. Burunlarından gəlsin Azərbaycanın Rusiyaya elədiyi yaxşılıqlar. Burunlarından gələcək. Onsuz da zaten onlar başa düşürlər. Amma mən sizə deyim ki, mən özüm də açıq etiraf edirəm ki, bu yaxın günlərdə nələr görmüşəm, nələr yaşamışam. Mən dəhşətə gəlirəm ki, mən bu illər ərzində mənlə bir yerdə SSR dönəmində oxumuş, təhsil almış, xidmət etmiş insanların çoxunu tanımamışım. İndi onlar iç yüzünü daha çox büruzə verirlər və hələ də SSR təfəkkürü ilə Azərbaycana yanaşırlar. Yəni bunlar bizə, belə deyək də, bunlar ağ adamdılar, biz də qara cəmaatıq da. Yəni bunların yanaşması odur ki, biz yalan da danışdıq, Azərbaycan o yalanı bizim ardımızca təkrarlamalıdır. Qayıdıram Zəngəzur məsələsinə. Canları çıxsın, Ermənistanla məsələni həll eləsinlər. Və eşq olsun Paşinyana o mənada ki, Putinə onun bəzi çirkin əməllərini Ermənistan ərazisində həyata keçirməyə imkan vermir. Hərçən ki, onların bəzi öz oyunları var, öz aralarında razılaşdırılmış oyunları var, amma bu günləri Paşinyan deyir ki, qardaş, mən sənə 2020-ci ildə söz vermişdim ki, sənin federal təhlükəsizlik xidmətin o Zəngəzur, belə deyək də, dəhlizində xidmət aparacaq. Bu da Ruslar üçün çox əhəmiyyət kəsb edən məsələdir. İndi isə deyirəm, mənə lazım deyil. Necə ki, ötən ilin avqustun 1-də Zvartnov hava limanından Rusiya sərhədçilərini mitirlədilər. Yadınıza gəlirsə, onlar orada çox böyük belə də özlərinə arxayındılar. Yox, biz burada qalacağıq. Oradan uzaqlaşdırdılar. Ermənistan ərazisində ümumiyyətlə yavaş-yavaş Rusların dənlənməsi məsələsi həyata keçirilir. Yəni uzaqlaşdırılması məsələsi həyata keçirilir.